Rusiya bu bölgəni yenə öz nüfuz dairəsində saxlamaq üçün, fürsət olanda yenidən de-yure işğal etmək üçün əlbəttə bir çox şeylər düşünür, narrativlər uydurur. Bunlar nədir? Türkiyə təhlükəsi var. Türkiyə Azərbaycanla belə elədi, elə elədi. Nə bilim, Amerika nəyi var, təhlükəsi var, Avropa təhlükəsi var. Yəni bunlar uydurmalıdırlar. Bir növ rəqibləri bölgəyə hansı dövlətlər girə bilər, yaxud da hansı dövlətlər gəlsə Rusiyanı buradan sıxışdıra bilər. Onlara qarşı bir fikir yaradırlar, bir algı yaradırlar ki, yəni bir növ xalqı onlardan iyrəndirməyə, uzaqlaşdırmağa çalışırlar. Yəni artıq bir fikir yaradırlar ki, Amerika da sənin dostun deyil, onunla marağı var. O da sümürməyə gəlir. Nə bilim, Türkiyə də sənin qardaşın deyil. Nə bilim, deyək ki, Avropada pislik, görsən insan haqları qoyur, onu qoyur, bunu qoyur. Yəni bütün bunlar hamısı nə üçündür? Bura mənimdir, bura heç kim qoymayacaq. Bunun üçün də, məsələn, elə mən onu demək istəyirdim. Məsələn, yəqin ki, rast gəlmişsiniz. Dünən, bugün mətbuatda belə bir fikir gedir ki, Türkiyə prezidenti Ermənistanda müharibə qurbanlarına yardım məqsədi ilə 10 milyon dollar pul ayırıb. Bunu yaydılar, tirajladılar. İndi insanlarımız da təbii ki, bir isə baxır, əhəmiyyət vermir, başa düşür, yola verir, bir isə əsəbləşir. Necə ola bilər? Hələ biz ermənilərlə barışmamışıq, tam sazişimiz yoxdur. Necə olur ki, Türkiyə Ermənistanda o həyatını itirənlərə, falanlara 10 milyon dollar pul ayırır. Özü də baş nazirinin arvadının bir fondu var, geofonda pul ayırır. Türkiyə rəsmi olaraq bugün onu yalanladı ki, bu dezinformasiyadır. Yalandır bu. Azərbaycanla Türkiyənin münasibətini korlamaq üçün. Bizi qarşı-qarşıya qoymaq. Bəli, indi o informasiya özü də yayıldı. Bütün mətbuatda yayıldı. Baxsaq, indi bizim o belə yeri gələndə Rusiyanın əleyhinə danışan, nə bilim, Azərbaycanın suverenliyini də bəhbəhlə tərifləyən bütün o medialarda, nə bilim, saytlarda hamısında bu informasiya tirajdandır.